Hamıya salam, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə çox fərqli və olduqca ləzzətli paxlalı aş resepti paylaşacağıq. Ola bilsin ki, bu resepti ilk dəfə eşidirsiniz. Amma əmin ola bilərsiniz ki, bir dəfə hazırlayıb dadına baxdıqdan sonra bu yeməyi tez-tez hazırlamaq istəyəcəksiniz. Çünki həm çox dadlı, həm də süfrələrinizə fərqli qatacaq bir reseptdir. İndi isə keçək hazırlanmasına. İlk olaraq aş üçün bir qazanda su qoyuruq ki, qaynasın. Su qaynayana qədər başqa bir qazan götürüb içinə bir qədər yağ əlavə edirik. Daha sonra əvvəlcədən yuyub doğradığımız 2 ədəd toyuğu qazanın dibinə düzürük. Üzərinə isə 2-3 ədəd orta boy soğanı çiğ şəkildə əlavə edirik. Biz bu reseptdə toyuq ətindən istifadə etdik. Siz istəsəniz mal əti və ya qoyun ətindən də istifadə edə bilərsiniz. Sadəcə həmin ətləri əvvəlcədən bir qədər qaynatmağınız məsləhətdir. Su qaynayan zaman içinə 3-4 xörək qaşığı duz əlavə edirik və əvvəlcədən yuduğumuz 1 kilo uzun düyünü suya tökürük. Siz istəsəniz daha az düyüdən də istifadə edə bilərsiniz. Qazanın qapağını örtüb düyünün bişməsini gözləyirik. Düyü süzülməyə yaxın olanda əvvəlcədən təmizləyib yuduğumuz yarım kilo paxlanı əlavə edirik. İstəsəniz paxlanın miqdarını daha da artıra bilərsiniz. Ardınca əvvəlcədən doğradığımız 4 dəstə razyananı əlavə edirik. Düyü, paxla və razyana birlikdə 1-2 buğum qaynadıqdan sonra qazanın altını söndürürük və düyünü süzürük. İndi isə aşımızı dəmə qoymağa başlayırıq. Əvvəlcə ətin üzərinə bir qat düyü əlavə edirik, sonra üzərinə sarı kök və əridilmiş kərə yağı gəzdiririk. Ardınca yenə düyüdən əlavə edib bir daha sarı kök və kərə yağı tökürük. Əlimizdə olan bütün düyü bitənə qədər bu qaydanı təkrarlayırıq. Daha sonra qazanın qapağını bağlayıb zəif odda dəmlənməyə qoyuruq. Bu müddətdə həm düyümüz dəmlənəcək, həm də toyuq əti tam bişəcək. Burada bir məqama diqqət edin. Aşı mütləq zəif odda dəmləyin ki, həm ətlər yaxşı bişsin, həm də aşımız gözəl dəm alsın. Təxminən 30-40 dəqiqə zəif odda dəmlədikdən sonra artıq yeməyimiz hazırdır. Nəticədə həm çox ləzzətli, həm də fərqli bir aş əldə edirsiniz. Ümid edirik ki, siz də bu resepti sınayacaqsınız. Əgər videonu bəyəndinizsə və belə videoların daha çox gəlməyini istəyirsinizsə, kanalımıza abunə olmağı, videonu bəyənməyi və rəylər bölməsində öz fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Növbəti videolarda görüşərik. Hələlik.